Hə, sonra bax, bu kondensatoruydu, əvvəl belədir, bax, bu kondensatordur. Bunun tutumu olsun S. S1 nəyə bərabərdir? S-yə bərabərdir. Bu kondensatorun alt yarısını baxın, bax, bu alt yarısı belədir, alt yarısını, məsələn, epsilon bərabərdir, məsələn, 5 olan dielektriklə belə dolduraq. Oldu. Bunda tutum necə dəyişir? C2 bərabər sual. Tutum nə cür dəyişir? Oldu. Belirəm, bax. Bu kondensatorumuz S-dirsə, bunu 2 yerə bölürəm. Sahəsi 2 dəfə azaldı da, bax, bu hissənin, yuxarı hissənin tutumu nə qədər olar? S bölünsün 2, aşağı hissənin tutumu olar S bölünsün 2, düzdür? Burada tutum S bölünsün 2'dir. Bunu 5 ilə doldursak, 5'i vursak buna neçə olar? 2'den 15. Ha? 5 vurulsun, ne olar? S bölünsün 2. S bölünsün 2, 5 dəfə artar, düzdür? Bunda S2 nəyə bərabər? Baxın, S2 olar, bax, S bölünsün, bax, bu 2 kondensatora, bax, bu kondensator, 2 kondensatorun paralelləşməsi müalicə. S bölünsün 2 yuxarı, plus 5 vurulsun, S bölünsün 2 aşağı. Oldu, olacaktı nədir? 3S, 3S. 3S oldu. Deməli, əvvəl S idi, sonra oldu 3S. Tam tutum nəyə bərabər olacaqdı? Tutum neçə dəfə artacaqdı? S2 bölünsün S1, 3S bölünsün S, 3 dəfə nə olar? Artar. Düzdür? Bunun keyfiyyətcə nə cür əldə edirsiniz? Bax, bu birinci tutumuz S idi. İkincinin içərisində dielektrik sağlarında bir hissəsini dielektriklə dolduranda tutum artar. Burada azalar cavablar səhvdir, dəyişməz cavablar səhvdir. Və epsilon hamısını doldursaydı epsilon 5'dən 5 dəfə artardı. Deməli, bunun tutumu 5 dəfədən az artacaq. 5 dəfə artdı, 3 dəfə artdı. Və bu qədər.